Axşamınız xeyir olsun. İlk öncə Azərəqullar arzulayıram. Yeni gəldi, çox məsləhətli bir işin altına girdi. Sanki keçən də belə bir bu formada deyəsən Səfərov gəlmiş komandaya və çox böyük işlər gördü və bugün də elə ilk oyundaca yenə göründü ki, tam başqa kollektiv vardı meydanda. Hansı ki, bütün rəqiblər üçün asan olmayacaq bu rəqibə qarşı oynamağa. Və futbolçularını təbrik edirəm. Çox vacib qalibiyyət idi. Biraz oyunun keyfiyyəti demək olar aşağı idi. Biraz öz meydançamız olsa da biraz hər iki komandaya meydança amili də çox böyük təsir eləyirdi. Biraz oyun tempi də belə sanki oyun çox dayanırdı. Həm də ki bəlkə daha istəkli olmalıydıq. Yəni düşünürdüm ki, istəkli olacağıq, amma baxmayaraq ki 2 gün əvvəl, 3 gün əvvəl Kopenhagen oyunda oynayan kollektivdən heç biri oynamırdı. Digərləri bugün meydanda idilər, amma hər bir halda daha istəkli olmaq lazım idi. Amma görünür, hələ oyunun biraz atmosferi belə deyək, hələ ki tam getməyib. Amma dözdülər, sona kimi çalışdılar qalibiyyət üçün hər şey eləsinlər və sağ olsunlar, hər bir halda 3 xal çox vacib idi bugünkü gün üçün. Və o cümlədən azərkeşlərimizə, həm öz, həm Gəncədən gələn azərkeşlərə təşəkkür edirəm və bu qədər. Buyurun. Programdan təbrik edirəm belə münasibətilə. Özünüzdə bildirdiyiniz kimi günlər oyunun tempi o qədər də yüksək səviyyədə olmadı. Bu düşünürmüsünüz ki, komandanın yorğunluğu ilə bağlıdır. Çünki ola bilər ikinci yerdən oynadır. Amma bugün komanda sanki yorğundur. Milli fasiləsində nə qədər fasilə verəcəksiniz, istirahət verəcəksiniz. Biz orada da milli oyuncularımız çoxdur. Milli komandalara gedirdik. Yorğunçuluq ola bilər, yorğunçuluq, amma daha çox biraz oynamayan futbolçular biraz o ritmdən həmişə uzaq olurlar, elə bir daha çox o çatışmazlıq olur. Əgər 2 oyun, 3 oyunda olmadan oynasalar bir yerdə hamı, onların idman forması daha da yaxşılaşacaq. Və ondan əlavə həm əvvəl qeyd etdiyim kimi bir meydança amili idi, hansı ki topun getməsində görürsən, çox əziyyət çəkirdilər uşaqlar topla davranmağa. Meydançamız heç də yaxşı deyil. Birisi son vaxtlar həddindən artıq çox yüklənib, həm Turan komandası burada oynayır, həm bizim 19'lar oynadı, həm onların oyundan qabaqki məşqləri biraz meydançanın durumu heç də yaxşı deyil idi. İnşallah gələn oyunları daha yaxşı olar. Yəni mane olan detallar, elementlər bunlar idi. Amma hər bir halda əlbəttə ki yəni daha sürətli oyun olmağa ehtiyac var. Dediyim kimi biraz oyun çox dayandı sanki. Bəlkə hakim də bəlkə bəzən biraz buraxsaydı daha yaxşı olardı oyunları. Amma hər bir epizodları, amma hər bir halda o Avropadakı oyunun sürəti ilə burada çox fərq var. Həddindən çox fərq var. Buyurun. Bir daha təbrik edirik. Çempionat Liqasında ardıcıl 2 qələbədən sonra millinin vasitəsi gələcək. 4 gün buraxacaq futbolçular, üzr dilərim. Tamamlamamışdı. Birlərin arasında belə deyək, Qarabağ hazırda yer alıb, iş altılıqdadır və 6 komanda ilə bir yerdə 6 xal toplayıb, digər 5 komanda da məğlubiyyət keçəcək. Avropanın ən yüksək klublardır. Bu tempi sürəti yaxalamış bir Qarabağ və Qarabağa millinin toplanışı necə təsir edəcək? Yəni yaranan fasilə necə təsir edəcək? O temp düşə bilərmi, yoxsa əksinə? Biraz çətindir deməyə, amma ümumən bizə bəzən kollektiv şəkildə istirahət çox vacib olur və ümumiyyətcə düzgün bərpanın, düzgün istirahətin faydası ümumi kollektivə çox fayda verir, yəni çox kömək olur. Bizim digər futbolçularımız belə deyək, bizə lazım olan istirahəti əldə edə biləcəklər və sonradan daha sağlam belə deyək ki, məşqlərimizə başlayacaq, amma millinin oyuncuları biraz problemlərimiz olacaq. Yəni gələcəklər həm fiziki, həm psixoloji yorğunluq olur, həm də ki oturub fikirləşəcəklər ki, mənim yoldaşlarım istirahət edirlər, amma mən gəlmişəm yenə məşq edirəm, oyuna hazırlaşıram, biraz tam başqa formada, özdəki milli səviyyəsində. Bu
məni həmişə narahat edən fiziki yorğunçuluğu sanki hansısa bir formada bəzən aradan qaldırırıq belə. Bəzən bir oyunu qurban veririk ki, belə yox elə qarşıdakı oyunlara tam yenə bir mikrosikl götürək istədiyimiz kimi, amma psixoloji yorğunluq biraz bu məni həmişə ən çox narahat edən bu olub. Və ümumən yenə də hamı üçün eynidir proqram, bütün komandalar üçün, bütün futbolçular üçün eynidir. Bizim rəqiblərimiz də onlarda da istirahət olacaq, onlar da milli komandaya gedəcəklər. Bəlkə də bizim üçün faydası var, çünki istər-istəməz biz belə rejimdə, belə tempə az öyrəşmişik. Ola bilər ki, biz 2-3 bu tempdə oyun oynasaq, ola bilər bizim futbolçularımız fiziki çatdırmasınlar. Bəlkə də faydası olar. Biraz oyun planında hansısa problemlər ola bilər, amma ümumi hazırlıq baxımından ola bilər ki, bəlkə də faydası olar. Kanada oturan komandaya gələndə onun tam olaraq mərkəz hücumçu kimi oynamaq ən azından biz tərəfdən gözlənmirdi. Nəriman zədələndi və düşündü ki, məcbur olaraq eləmək. Amma Nəriman sağalıb artıq yenə də əsas forvet kimi Kanada gördü. Yəni siz onu gətirəndə elə əsas forvet kimi düşünürsünüz, sonradan mübarizəyə gətirsiniz? Yox, biz gətirəndə, yəni ümumiyyətlə oyunçuya baxanda o potensialını görmüşdük. Həm sağda, hətta solda oynamaq qabiliyyəti var və hücumda oynaya bilər. Belə oyuncular, Nəriman da məsələn, həm hücumda oynaya bilər, həm sağda belə bugün demək olar oyunun çox hissəsini sağdan oynadı. Ümumi belə potensial futbolçular bəzən komandaya əlavə bir fayda verir, əlavə bir belə eksperiment üçün, ümumi rotasiya üçün böyük bir fayda verir. Hətta oyun gedişatında belə, yəni ola bilər ki, oyun gedişatında yerlərini dəyişək. Amma Nəriman yəni zədədən sonra Nərimanda biraz qayıtmaq, yəni geri qayıtmağa vaxt lazım idi. Elə gördünüz. Bugün də məsələn elə ehtiyat edirdim ki, 90 dəqiqə oynatmağına, çünki çoxdan 90 dəqiqə oynamamışdım mən. Amma oyun tempinə də görə biraz belə saxladım ki, meydanda 90 dəqiqə özünü tam hiss eləsin. Ümumi belə yəni hər iki belə deyək də mövqedə oynaya bilir deyə mənim üçün bu əlavə üstünlükdür və ələlxüsusda bizim danışıq apardığımız hücumçuları biz əldə edə bilməyəndə biz Nəriman, Musa və üçüncünü də belə hansı ki bu formada oynaya bilirsə, yəni o mövqəni hiss edə bilirsə yaxşı, bizim üçün faydalı birisidir, amma yəni o qabiliyyətim də var. Buyurun. Bir sual vermək istəyirəm. Qarabağ 17 il müharisinə bir yola çıxıb və 17 il ərzində sizin əlinizdə... Mən Qarabağdan çıxmışam 17 ildir. O illər ərzində bir çox legionerlər sizlə bir yerdə çalışıblar. Arasında karyerasını bitirənlər də var, davam etdirənlər də var, daha zəif qollarda hazırda oynayanlar da var. Siz hansı karyera, bunların hamısının içərisində hansı futbolçunu məhz yenidən indiki dövrdə Çempionlar oynayan Qarabağ heyətində kaş ki yanınızda olardı, klubunuzda olardı və sizə kömək olardı deyə bir düşüncəniz olubmu heç? Yəni elə bir futbolçu varmı ki, onu xüsusilə qeyd edərdiniz? Belə düşüncəm, belə deyək də, olsa da faydası yoxdur. Yəni, real baxmaq lazımdır, amma inan ki, hamısını istəyərdim. Çünki hərəsinin mənim xatirimdə öz yeri var, öz xatirələri var, hansı ki, yəni, hər oyunçunun özəl xüsusiyyətləri var idi. Həm oyunçu kimi, həm insan kimi. Ümumiyyətcə belə şükürlər olsun, yəni onlarla da yaxşı, belə deyək də, oyunlarımız olub, yaxşı uğurlarımız olub, həm Çempionlar Liqasında oynamışıq, qrupunda çıxış eləmişik onlarla da və yaxud Avroliqada, ümumən belə hərəsi öz dövrün, belə deyək də, mənim üçün bir qaymaqları idi. Bugün də yanımda olsalar hamısı sevinərəm, amma əfsuslar olsun. Başka sual var mı? Buyurun. Kurban Bey, doğru Atletik'ten oynayıp bir müddet var. İndiden artık rəqibinizi təhlil etmeye başlamışsınız mı? Yox, hələ bunlar elə indi bu oyundan sonra fikirləşdim, bir neçə gündə istirahət edib sonra başlayacağıq daha yaxından təhlil eləməyə. Sağ olun, teşekkürler. Sağ olun, təşəkkür.